Azərbaycanda qəribə hadisə. Keçmiş müdirinə donuz deyən şəxs cəzalandırıldı. Bu hadisə Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydə alınıb. Belə ki, 46 yaşlı qəsəbə sakini Xaliq İsmailov Ağdam Mexaniki Suvarma İdarəsinin vəzifəli şəxsləri barədə dövlət qurumlarına şikayətlər ünvanlayıb. Xaliq İsmailov məktublarında idarənin avtonəqliyyat şöbəsinin rəisi Elşən Orucovu təhqir edərək ona donuz deyə müraciət edib. Bu şikayət məktubu aidiyyatı üzrə idarəyə də göndərilib. Həmin məktub kollektiv qarşısında oxunub. Elşən Orucov şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldığını deyərək məhkəməyə müraciət edib və Xaliq İsmailovun cəzalandırılmasını istəyib. Məlum olub ki, Xaliq İsmailov daha əvvəl adı çəkilən idarədə işləyirmiş. İşdən çıxarılmasından narazı qalaraq dövlət idarələrinə əvvəlki rəhbərliyi haqqında şikayət məktubları yazıb. Xaliq İsmailov dindirilən zaman əməlindən peşman olduğunu bildirib. Buna görə də Elşən Orucovdan üzr istəyib. Məhkəmə Xaliq İsmailov barəsində 1000 manat cərimə cəzası təyin edib.